Paytaxt Tbilisidə Gürcüstan Universitetində Dəyişimi Başlat, Öz Hekayəni Yaz adlı tələbə və abituriyentlərlə görüş keçirilib. Görüş Sopopolis Təşkilatı və Gürcüstan Universiteti arasında mövcud əməkdaşlıq çərçivəsində baş tutub. Tələbələrlə keçirilən görüşdə Gürcüstan Universitetinin rektoru cənab Konstantin Topuriya və rektorun müşaviri Ceyhun Məhəmmədəli, həmçinin Sopopolis Təşkilatının rəhbəri və gənc müəllim Elvir Həsənoğlu gənclər qarşısında çıxış ediblər. İlk öncə çıxış edən universitetin rektoru Azərbaycan dilli tələbələrlə uğur yolları və liderlik bacarıqlarının formalaşdırılması barədə danışıb. O, tələbələrin ölkənin inkişaf prosesində iştirakının vacibliyini vurğulayıb. Bugün Gürcüstanın müxtəlif universitetlərində təhsil alan Azərbaycanlı əsilli tələbələrlə görüşmə imkanımız oldu. Hesab edirəm ki, bu gənclərin hər biri öz sahələrində uğurlu və örnək insanlar olacaqlar. Məhz bu güc vətəndaş cəmiyyətinin də formalaşmasına dəstək olacaq. Görüşdə həmçinin rektor müşaviri Ceyhun Məhəmmədəli çıxış edərək bu kimi görüşlərin Paytaxt Tbilisidə keçirilməsinin vacibliyindən və əhəmiyyətindən danışıb. Bugün Gürcüstan Universitetində bizim regionun belə deyək, tanınmış, ən bacarıqlı riyaziyyatçısı olan Elvir Həsənovla onun tələbələri arasında görüş baş tutdu. Görüş zamanı eyni zamanda Gürcüstan Universitetinin rektoru cənab Konstantin Topuriya da iştirak edirdi. O tələbələrlə çox gözəl bir ünsiyyət qurdu. Tələbələrə gələcək həyatlarında uğurlar arzulayaraq necə bir karyera qurmalıdırlar Gürcüstanda, öz yerlərini necə tutmalıdırlar Gürcüstanın belə bir tələbələrə, Azərbaycanlı gənclərə necə bir ehtiyacı olduğunu vurğuladı. Təbii ki, bütün bunlar öz-özlüyündə çox önəmlidir. Bəli, burada bugünkü görüşdə Elvir Həsənoğlu öz tələbələri ilə görüşür və necə karyera qurmalıdır deyə bir gözəl bir belə deyək, trening keçir gənclərə, öz tövsiyələrini verir. Bundan əlavə, bugün Gürcüstan Universitetində bu tələbələrin Elvirlə bir yerə gəlməsi bizim üçün çox simvolik və çox önəmlidir. Çünki biz bilirik, demək olar ki, Gürcüstanda heç bir universitetdə Azərbaycanlı bir gənc universitetdə təmsil olunmur, işləmir. Ancaq bugün mən çox sevinirəm ki, Gürcüstan Universitetinin rektor məsləhətçisi olaraq bugün burada təmsil olunuram və belə bir universitet öz mühitini, öz məkanını regionun ən tanınmış və bacarıqlı riyaziyyatçısı olan Elvir Həsənoğluya və onun tələbələrinə belə deyək, verirsə, istifadə etməyə belə deyək, verirsə, bunun öz böyük bir, mənim üçün bir uğurdur, böyük bir nəticədir. Çünki bizim gənclər, bizim Azərbaycanlı gənclər tək Gürcüstan Universitetində hər yeri təmsil olunmalıdırlar. Hər yerin qapısı onlar üçün açıq olmalıdır. Daha sonra gənclər qarşısında mühazirə xarakterli çıxış edən gənc müəllim Elvir Həsənoğlu karyera planlaşdırılması, təhsil və inkişaf yolunda gənclərə istiqamətlərin verilməsi, düzgün ixtisas seçimi, planlı çalışma və davamlı bilik əldə etmə kimi mövzularda mühazirə oxuyub. İlk növbədə Gürcüstan Universitetinə öz təşəkkürümü bildirirəm ki, bizim üçün bu cür şərait təşkil etdilər. Həqiqətən də artıq regionlardan çıxıb mərkəzdə, Tbilisdə, paytaxtda belə bu cür görüş təşkil etmək bizim üçün böyük bir uğurdur, tələbələrlə görüşmək. Həmçinin bu bizim ilk görüşümüz deyildi. Regionlarda bir neçə dəfə tələbələrlə görüşümüz olmuşdu və nəticəsi həqiqətən də uğurlu alındığına görə düşünürük ki, artıq biz bunu bu cür görüşləri tez-tez davam edək. Bu kimi görüşlər xüsusilə tələbələrdə həm ixtisas seçimlərində onlara çox kömək olur, həm daxili bacarıqlarını kəşf edirlər, öz hekayələrini artıq yazmağa başlayırlar və özlərinə inam artır gənclərdə. Əmin olurlar ki, istəsələr hər şeyi bacara bilərlər. Qeyd edək ki, görüşdə iştirak edən tələbə və abituriyentlər Elvir Həsənoğluna onları maraqlandıran suallar ünvanlayıblar. Görüş interaktiv formatda davam etdirilib. Bugünkü görüş ümumiyyətlə bütün tələbələrin özünü kəşf etməsində, gələcək karyera inkişaflarında böyük uğurlara addım atmaqları üçün çox gözəl bir görüş oldu və belə bir tədbirlərin, belə bir mühazirələrin daha çox olmasını arzu edirik və bu cür tədbirləri təmənnasız təşkil etdiyinə görə Elvir müəllimə dərin təşəkkürümüzü bildiririk. Bu da Elvir müəllimin gələcək nəslin inkişafında necə böyük töhfələr verdiyinin göstəricisidir. Tələbələrə və biz hələ tələbə olmamış gələcəyin tələbələrinə təsiri odur ki, tələbəliyin nətər olacağını başa düşməyə başlayırıq. Müəllimimizin səbəbinə və digər insanların, digər
müəllimə yanında aktivlik göstərən dostlarımızın səbəbindən hamısına təşəkkür edirəm bu arada. Onların sayəsində öyrəşirik ki, tələbəlik nətər bir şeydir, gələcək həyatımızı nətər qurmalıyıq və bizim karyeramızda bizə lazım olan motivasiyayı nətər əldə etməliyik.